əla, yoldaşlıqlarımız əla. Bir də ki, yəni imtahan da normal idi. Oxuyan üçün normaldır da. Mənə elə gəlir ki, oxumayıb kəsilib çıxanlar oldu. Onlara normal deyil. Oxumuşuq, öyrənmişik, ən çətin məqamları öyrətdiniz bizə, yöntəmləri öyrətdiniz. Yəni dərsə girməyən vaxtlarımızda da sizin dediyiniz xətlə getdik. Sağ olun. Yəni mən deyirdim ki, siz bunu öyrətdiniz ki, 55. Maşallah, şükür Allaha. Belə. Bir saatdan da tez tutardım da, yəni dayanmadım da. Bəli. Başqa kim qaldı? Heç kəs qalmadı. Kim? Nərminə müəllimə, hə denə. Mən bir söz demək istəyirdim. İmtahana girməmişdən qabaq Aytəzlə söhbət edirdik. Deməli, telefonları sumkaya qoyanda Aytəzə deyirəm ki, bax, Ayşman müəllimə demiş ki, şokolad götürün, şokolad yeyirsiniz. Sizin adınızı çəkdim, yanımda bir müəllim var idi, Bahar müəllimə. Dedi, Ayşman müəllimə, dedim, bəli, deyir, məndən salam gəl Səbin müəllimə, çox sağ olsun, çox yaxşı təlimçidir. Hicablı. Hicablı müəllimə idi, bəli, bəli. Dedi, mən ondan hazırlaşmışam, bu illərdə Rus sektordur, məndən salam gəlsin. Dedim, salamı da çatdırım müəllimə sizə. Sağ olun, çox sağ olun. Hə, tanıyıram, çox yaxşı müəllimdir. Heç kəs qalmaz ki. Çox təriflədi sizi. Dedi ki, Allah həqiqətən də Allah kömək olsun, çox yaxşı müəllimə. Bəli. Qoy görüm kimsə qaldı, qalmadı. Müəllimə, Ayşman müəllimə, Esmira müəllimə gəldi, tapdı imtahanda məni. Hə, bildim. Demişdiniz onu. Gəl görək. Yaxşı nəticə göstərib Esmira müəllimə. Bəli, Günay müəllimə gəl. Salam, mən də hamınızı salamlayıram, təbrik edirəm. Şükür Allaha, heç kimin zəhməti itməyib, sevinirəm doğrudan. Müəlliməyə də çoxlu orada təşəkkürümü elədim, nə qədər eləsəm də azdır. Sağ ol, elə deməyin. Yox da, indi biri var, məsələn, baş soda eləsəydiniz bəlkə də, yəni elə şeylər var idi ki, onları da yazmaq dedim, ayıb olardı. Amma düzdür, özümün vəziyyətim, ailə, uşaq, hamıdakı kimi, yəni boynuma Allah ki, bəlkə də çox yaza bilərdim, amma malı şükür edirəm. Gələrindən ağlayıb şükür edirəm Allaha ki, çox şükürdür. Tək ki, həmişə sevinç göz yaşları olsun. Hə, şükür. Yəni sizə çoxlu sağ ol deyirəm hər şeyə görə. Allah elədiklərinizi min qatını sizə əvəzini versin. Doğrudan hamını da təbrik edirəm. Sağ olun. Allah həmişə sevindirsin. Şad oldum hamını tanımağıma da. Yəni uzaqdan da olsa bir-birimizi tanıdıqsa nə xoş bizə. Sağ olun. Sağ olun.